Dünyanın en güçlü smartfonu ne iPhone, ne Samsung, ne de ki Xiaomi de değil. Bugün Technobro dünyanın en məhsuldar smartfonların yeni My Rating'inin en zirve nəticəsini əldə etmiş smartfonun adını açıqlayacaq. Və bəlkə də şoka düşəcəksiniz. O da ki, çaydan falandan nə hazırlayırsınızsa hazırlayın, başlayaq. Ənənəvi olaraq smartfonların güc reytingi Antutu reytingi adlanır. Bu sintetik bir testdir. Bu testə salınan smartfon, yəni xüsusi bir proqram vasitəsilə beləliklə süni şəkildə gücə salınır. Qrafik baxımından, yaddaşı, prosesor yüklənmə baxımından və daha sonra həmin məqamda smartfon bu gücə necə dözür, bu gücü necə götürə bilirsə, bax bu ölçülür və müəyyən bir şərti bir reytinqə salınır. Şərti bir ballar verilir ona. Bax həmin o reytinqin yeni may buraxılışında liderdə H-də Galaxy-nin S seriyasında olan S25 Ultra deyil. Galaxy smartfonlarının top modelində olan S25 Ultrasında Snapdragon for Galaxy kimi güya daha da güclü bir versiya təqdim olunmuşdur ki, yəni bunu Qualcomm şirkəti ekskluziv olaraq məhz Samsung-un bağlı modelləri üçün eləyib. Amma sən demə, heç də belə deyilmiş. Çünki Antutu'nun My reytingində birinci yerdə Red Magic 10S Pro Plus smartfonu tutdu. Bilməyənlər üçün deyim ki, ZTE şirkətinin Nubia məhz gamerlər üçün smartfonlar markasının bir brand adıdır. Bax hələ onların ən yeni modelləri olan 10S Pro Plus modeli həmin o xüsusi Snapdragon 8 Elite Leading Version və ya Extreme Edition və deyilənə görə bu sırf Çin bazarında, yəni Çində istehsal olunan və daxili bazarı üçün nəzərdə tutulmuş smartfonlara qoyulub. Amma hər halda ümumi reytingdə ölçüləndə o güya daha çox bal göstərdi, nəinki Galaxy S25 Ultra'nın daha çox bal göstərdi. Belə ki, reytingdə gördüyünüz bu modelin ardıca gələn də elə Çin smartfonlarıdır. Bunların hamısı da çox belə uzun 3-4 mərtəbəli adlarla yadda qalır. Vivo X200 Ultra və iGo belə adlanır bu model. iGo Neo 10 Pro Plus. Həmin o Pro Plus modellər hal-hazırda lider üçlükdədirlər. Ümumiyyətlə ilk 10-luqda belə Galaxy smartfonları yoxdur. Bu da çox qəribədir ki, ilk 10-luqda Galaxy smartfonları yoxdur S seriyası. Halbuki ilk 10-luqda 10 modeldən deyilənə görə 7-si məhz Snapdragon 8 Elite-in müxtəlif versiyaları ilə işləyən smartfonlardır. Lakin onlardan yalnız 3-ü də Dimensity prosesorlarla təchiz olunub. Hər halda bəziləri deyirlər ki, bu reyting düzgün reyting deyil, yalnız Çin markaları, yalnız Çin bazarında satılan telefonlardır, orada çoxluq təşkil edən. Digərləri deyirlər ki, yox, düzgündür, bu elə ən güclü gamer smartfonlarıdır. Siz nə düşünürsünüz? Ümumiyyətlə bu reytinqə inanırsınız yoxsa yox və ümumiyyətlə bu Antutu reytinglərin bir faydalılığı varmı? Onlar real vəziyyəti əks etdirirlərmi? Doğrudanmı bu adını çəkdiyim smartfonlar Galaxy S25 Ultra'dan da yüksək nəticələr əldə edirlər? Fikirləriniz zəhmət olmasa şərh bölməsində gözləyirik, oxuyuruq hamısını və təbii ki, mövzu ilə bağlı olan hər bir şərhə necə deyirlər, şadıq və sevinirik. Və növbəti videoların daha tez gəlməsi üçün bu videonu bəyənib və kanala hələ də abunə olmusunuzsa mütləq abunə olmağınızı da rica edirik. Növbəti videolarda görüşərik. Hələlik.